Deməli, C tapşırığında deyir ki, cümlələri oxuyun, cümlənin növlərini müəyyən edin. Deməli, mən qayda şəklində deyirəm, diqqətlə dinlə. Daha sonra bu cümlələrin növlərini sən mənə deyəcəksən. Cümlənin 4 növü var. Cümlənin neçə növü var dedik? 4 növü. 4. Bəli, var dedik. Birinci cümlə növü nəqli cümlədir. Birinci cümlə növü nəqli cümlədir. Nəqli cümlə sadəcə məlumat verir. Mən gedirəm, o oturdu, Yaqub oxuyur, Yaqub yatır, ana qab yuyur, bacı televizora baxır. Yəni bunların hamısı kiməsə məlumat verməyə xarakterlidir. Qardaş telefona baxır. Qardaş da telefona baxır. Ay sağ ol. Hamısını məlumat olaraq bir-birimizə ötürdük, düzdürmü? Yəni, deməli, birinci olan cümlənin növümüz, birinci cümlə növü nəqli cümlədir ki, nəqli cümlə məlumat verir. İkinci cümlə növü gələcək sual cümləsidir. Sual cümləsi də soruşan cümlə növüdür. Yəni, bunu niyə belə etdin? Dərsi oxumuşdun, məktəbə getmişdin, yeməyi bişirmişdin. Hamı bir-birindən sual verir sual cümləsində. Sual verir, bəli. Asıl cavab almaq üçün sual veririk. Deməli, nəqli cümlədə Niyə bu dərsi oxumuyor? Asıl. Oxumuşdu. Asıl, bəli. Deməli, nəqli cümlədə məlumat verilir, sual cümləsində də sual verilir. Yaxşımı? Yaxşı. Asıl, gəldik üçüncü cümlə növünə. Üçüncü cümlə növü nida cümləsidir. Nida cümləsidir. Həmin nida cümləsi necə? Nida işarəsi qoyardı. Nida işarəsi. Asıl, bəli, nida yox, nida işarəsi qoyulur. Nida işarəsi qoyulur. Nida işarəsi. Asıl, doğru deyirsən, afərin sənə. Həmin bu nida cümləsi də xüsusi həyəcanımızı bildirir, hisslərimizi bildirir, arzumuzu, istəyimizi bildirir. Məsələn, deyirik ki, xoşbəxt olun, bəh-bəh, nə gözəl havadır, ay aman, qələmim qırıldı, verdik biz. Nəqli cümlədə məlumat öyrəndik, sual cümləsində sual verdik, nida cümləsində də həyəcanımızı, hissimizi öyrəndik. İndi sonuncu cümlə növümüz gəldi. Sonuncu cümlə növümüzdə olacaq əmr cümləsi. Sonuncu cümlə növümüz əmr cümləsi olacaq. Əmr cümləsində də bir kəsə digər kəs əmr edir. Əmr cümləsində əmr etmək lazımdır. Məsələn, qapını ört, dərsini yaz, kitabını oxu, yeməyini ye, kitabı bağla. Bax, bunların hamısı əmr cümləsinə aid olan cümlədir. Yat, asıl, yat, Yaqub. Bəli, bunların hamısı əmr cümləsinə aiddir. Tam başa düşdün balam?